elə bir xanımlar var ki, hamıya da xanım deməyək. Elə bir qadınlar var ki, məhz alimentə görə bəli, boşanırlar. Bilirsiniz, hamı çalışmır axı, işləmir axı. Hamı təhsilli deyil. Hamı düşüncə qabiliyyətinə sahib deyil, dərin düşünmək. Və əfsuslar olsun ki, var. Bugün elə qızlar var ki, nə özünü inkişaf elətdirməklə məşğul deyil, nə təhsil almaq istəmir, nə heç bir şey. Düşünür ki, gedim, bir uşağım olsun və azadlıq. Ki ondan sonra bir uşağım olsun, boşanım, oradan aliment alım və çox təəssüf hissi ilə deyirəm ki, son zamanlar mənim seansımda tələbə qızlar, gənc qızların hamısı meyillidir evli kişilərlə görüşməyə və bir uşağım olsun, axıra qədər baxsın. Neynirəmi təhsili, neynirəmi qeyd özünü inkişaf elətdir. İzləyirlər bu blogerlər var, varlı xanımlara baxırlar, nə bilim şəxsi təyyarədə uçurlar. Baxırlar bəzi müğənnilər var ki, təbliğ edirlər bunu. Açıq da olsa, lap adla da deyə də bilərəm. Məsələn, gəlirlər mənə danışırlar ki, Vəfa Şərifovadır, Vəfa Şərifova. Vəfa Şərifova 2 dənə uşağı doğub. Həm müğənnidir, müğənni olmasa da onsuz da o kişi ömrünün axırına qədər ona baxmalıdır. Və mən baxıram, ümumiyyətlə famil kimdir ki? Mən niyə famili tanımalıyam? Mənim yanıma gələn bugün 19-20 yaşındakı gənc qızlar mənə famili misal çəkəndə ki, mən famili tanımıram, mənə Şəbnəmi çəkəndə, mənə Vəfanı deyəndə və yaxud da yerindən duran bu dəqiqə toylar müğənnisi olmaq istəyir də, səs yoxdur. O Tamaradır, Kəmalədir, adı bilinmir də nədir, təranədir. Və mənə sadəcə olaraq 2 seans, 3 seans, 4 seans bunu eşidəndə artıq sən məcbursan axı açıb baxasan ki, bu kimdir də. Və mən açıb baxanda o dilənçi kimi toylarda pul yığmaqlar ki, bu hardan gəlir? Mən hardasa dedim bunu görmüşəm. Və bu çeçenlərin bir Fatiması var, müğənnisi. O çıxırdı tez-tez qabağıma ki, kişi gəlir onun qabağında pulu verir və bu da bir-bir pulu götürür. Çeçenlərin nə vaxt mədəni olublar? Çeçenlərin nə zaman belə bir dəhşət güclü bir davranışı, tərbiyəsi olub, mədəniyyət olub? Heç vaxt. Və bizim millət o qədər meyillidir ki, hər şeyin pisinə götürməyə. İnsan, sən müğənnisən, insan nə qədər daxilən kasıb olmalıdır ki, yəni və bir kişi nə qədər mənən kasıb olmalıdır ki, bu gəlsin millət içində bir dənə o pulu versin və sən də bir dənə o pulu yığırsan, yəni sən özünə hörmət edirsən, götür bunu konvertə qoy, çox belə fanatısan müğənninin, bunu ötür günə. Yəni, sonra da gəlib xalq artisti davası eləyəcəklər bir neçə ildən sonra və sənətkar adı qoyurlar özlərinə. Nə sənətkar? Sənətkar dediyin, sənin səsin var o demək deyil, sən sənətkarsan. Əxlaqı, tərbiyəsi, hamının şəxsi həyatı var da. Mənim şəxsi həyatım bəlkə lap betərdir. Sizin də şəxsi həyatınız var. Və nə qədər müğənnilərimiz var, səviyyəli müğənnilər də, belə götürəndə. Aygün Kazımovası var, Zülfiyə xanımı var, Röyası var. Hamının şəxsi həyat var. Yenə deyirəm, bəlkə də mənim şəxsi həyatım hamısınkindən betərdir. Amma məcburuqmu biz bunu ortaya qoyaq? Azərbaycan bugün nəyə görə famili tanımalıdır? Famil kimdir? Niyə mənim Azərbaycanlı gəncim mənə bugün gəlib deməlidir ki, mən ərə getmək istəmirəm. Məni qoy kimsə hansısa bir evli kişi saxlasın, mənim uşağım olsun, Vəfa kimi, nə bilim, o birisi kimi, Şəbnəm kimi, qoy baxsın axıra qədər də və salam, hamı biləndən sonra məcburdur baxmağa. Və bir qadın müğənni ola bilərsən, amma o düşünmür ki, sən nə qədər qızların psixikasına təsir göstərirsən, sən nə qədər qızların gələcəyinə böyük bir təsir göstərirsən, sən nə qədər qızların qismətinə girirsən, nə qədər qızları sən
taleyinə xətt çəkirsən. Ya onlar övlad yetişdirirlər. Belə şeyləri necə düşünməmək olar? Əvvəllər mən açıq danışacağam. Kimin istəyir acığına gəlsin. Nə deyirdilər buna? Deyirdilər bic bala doğdu da, kobud da səslənsə. Sən başqasının ərindən doğursan, nigahsız filansız, heç nigaha baxan da yox idi deyə. Kim nə qədər desə də, bax yenə də gəlirik. Sovetlərin zamanında bu çox ayıb sayılırdı. Həmişə bu var idi. Mən gələcəm o məsələyə, deyəcəklər yenə də bölgə danışıq eləyir, ayrı seçkilik. Tələbə də olmuşam, görmüşəm. Bakıda böyüyən başqadır, rayonlu da ola bilər, Bakıda gəlir, böyüyür. Bu daxili tərbiyədir, mənəviyyatdır. Bölgələrdən gələn bəzi qızlar var idi ki, ata gəlirdi, yola salırdı, arxa qapıdan çıxırdılar, görüşə gedirdilər. Nə bilim, yubkada, uzun yubkada gəlirdilər, arxa qapıdan qaldırırdılar yubkanın ətəyi, belə gedirdilər. Və valideynlər olurdu ki, gətirirdilər, məsəl üçün, dekan çağırırdı ki, sizin qızınızın əxlaqında problem var. Çox adi yanaşırdılar. Tək ki, getsin Bakıya, ərə getsin, kimisə tapsın. Sanki bilirsiniz necə, o 8 dənə, 9 dənə uşaq dünyaya gətirmək var idi da əvvəlki vaxtda və maraqlanmırdılar. Hərə öz başının çarəsini qılsın, hərə necə bacarırsa, bir tikə çörək harda bacarırsa tapsın, yesin. Belə idi və həmişə də pis olub onsuz da. Deyirdilər ki, getdi filan kəsin ərindən doğdu. Bunu gətiriblər. Mənə belə çox qəribə gəlir və bu adamlara çuşqa deyirdilər. Çuşqalar. Çuşqa bölgədə də yaşayan deyil ancaq. Bakının içində də çuşqalar var. Elə şəhərlidir, böyüyüb, daxili çuşqadır. Daxili kasıbdır. Sən müğənni olasan və sən şəxsi həyatını gətirəsən, bu şəkildə bunu təbliğ edəsən, kənardan baxanda onsuz da bilinir ki, sən onun həyat yoldaşına acıq vermək istəyirsən və yaxud da ki, mənəmliyi irəli qoyursan, mərkəzə gətirirsən ki, çox pis görünür və sən neçə səndən sonra gələn yeni nəslin xətt çəkirsən düşüncəsinə. Yenə deyirəm, hamı normal düşünə bilirmi? Yox. Yer üzündə hamı dərin düşüncəyə, təfəkkürə sahib olsaydı, yer üzü cənnət olardı da. Onda heç məktəb də lazım deyildi, təhsil də lazım deyildi, heç bir şey. Tərbiyə də lazım deyildi. Hər bir müğənni, kim olursa olsun, hər bir aparıcı, hər bir tanınan insan, onlar bir başqalarının düşüncəsinə təsir edən bir fiqurdur. Aktyor kim olursa olsun. Mən daxil. Bizim hamımızın şəxsimiz var, hamımızın keçmişimiz var, hamımızın xətalarımız, yanlışlarımız var. Amma o deməkdir ki, sən çıxıb reklam edəsən. Nə dərəcədə insan düşüncəsiz olmalıdır ki, bu addımı atasan. Bu məsələdə ürəyim çox doludur. Çünki niyə? Yenə də deyirəm. Son gələn gənc Azərbaycan tələbələri, xanımları hamı misal çəkir, Şəbnəmdir, o günəşlidir, vəfadır, famildir. Bir kişi, mən kişi adı deməyəcəm, əgər sənin saxladığı deyək də, saxladığı bütün Azərbaycan tanıyırsa və onun sayəsində hamıya maraqlıdır ki, görəsən bunun öz arvadı necədirsə, o adama mən düşünürəm ki, kişi demək olmaz. Bu günləri cəmiyyət oturub müzakirə edirsə ki, ya onun arvadı daha gözəldir, saxladığı belədir, mən düşünürəm ki, və bunları kimlər paylaşırlarsa çox böyük yanlışlığa yol verirlər. Sonra da danışırlar, ay indiki nəsil belə, indiki gənclər belə. Yox əslində. Müğənnisən, nə gözəl. Attığın addıma diqqət edəcəksən. Və bugün heç kim səhvi qəbul etmək istəmir. Mən deyirəm, mənim səhvimi də mənim üzümə deyil. Bugün hamı o dərəcədə egoist olub ki, heç kimi götürmək istəmir. Ki, mənim haqqımda deməsinlər, günahımı, səhvimi, xeyr ola, deyiləcək. Əgər məşhursansa, əgər səni tanıyırlarsa, yanlış addımlar atırsansa, deyiləcək. Deyiləcək və sən nəticə çıxartmalısan bundan. Adını qoyurlar, paxıllıq elədi, mən sənə nəyə paxıllıq edəcəm.
Mən paxıllıq edə bilərəm. Paxıllıq da yox deyək də, bir qadın qısqanclığı kimi belə deyək. Aygün xanım Kazımovaya tutalım ki, diva. Baxırsan məsələmdə səhnəyə çıxır, illərin yenə də deyirəm, müdrikləşmək özü də bir başqa cürdə. Baxırsan məsələn artıq danışığına necə müdrikləşir, istər Röya xanım olsun, istər Zülfiyə xanım olsun. İnsan estrada müğənnisidir. Təbii ki, açıq da geyinəcək, saçıq da geyinəcək, amma bunu gəzdirmək var bu geyimi. Və onu doğru şəkildə edirsə, niyə də olmasın? Məsələn, onun o gözəl enerjisinə baxırsan, deyirsən ki, əksinə bu yaxşı bir insanları belə motivasiya verir qadına, özünə baxmağa. Aygün xanımdan sonra nə qədər müğənnilər gördünüz, dəyişiklik getdi də. Bunu lazımdır da demək. İstər-istəməz qadınlar özünə baxmaq istəyir. Ona görə bizdə amma biz hər şeyi götürürük qərbdən, o ombalar filan, Nicki Minaj'a baxırlar, Jennifer Lopez'a baxırlar. Qurban olum. Nicki Minaj, Jennifer Lopez milyonlar qazanırlar. Onlar öz həyatlarını reklam edirlər, bəli, amma onları kimsə saxlamır. Onlar çıxır bir konsert verirlər, bir konsertdən onun qazancını sən istəsən də qazana bilmərsən. Və o bir şəkildə həyatını da ortaya qoyur, nə bilim kimsə ombasını da reklam edə bilir, amma yenə də səviyyəli şəkildə edirlər bunu. Yenə deyirəm, biz çarşabdan çıxmışıq, azad qadın adı altında, amma çox yanlış çıxmışıq. İstər kişilər olsun, kişilər deyirlər, qadınlar kobudlaşıb, çılpaqlaşıb, əxlaqsızlaşıb, soyuna gedirlər. Deyirəm, kişi papağını yerə qoymasaydı qadın soyulmazdı. Qadın kişinin güzgüsüdür, kişi qadının güzgüsü deyil. Bu kişi əmmamədən gəldi şlyapaya, şlyapadan gəldi papağa, sonra gəldi ki, onu yerə qoydu, qadın da soyunmağa başladı.